Sizə maraqlı bir fakt haqqında danışacağım. Şəxsən Prezidentin İlham Əliyevin köməkçilərinin troll fabrikasına nəzarəti haqqında qəribə və gülməli bir informasiya. Hakimiyyətin illərdir sosial şəbəkə segmentində yaratdığı iğrənc mənzərə, opponentlərinə qarşı apardığı söyüş kampaniyası bugün lap yüksək zirvələrdə hərlənir. Çünki opponentlərinə qarşı tutarlı faktları olmayan hakimiyyət onları aşağılamaq üçün söyüşə əl atır, adamları təhqir etdirir. Dəfələrlə Azərbaycan Saatı kanalında hədəfə toxunan materiallar yayımlandıqdan dərhal sonra trollar hücuma keçir və aidiyyatı olmayan rabitəsiz sözlər yazır, söyüşlər tökürlər ortalığa. Etibarlı mənbədən aldığım məlumata əsasən trolların yazdığı şərhlərlə bağlı İlham Əliyevə şəxsən informasiya verilir və vəziyyətin heç də ürək açan olmadığı ortaya çıxıb. Bildirilib ki, sosial şəbəkə platformalarında trolların yazdığı şərhlər insanlar tərəfindən gülüş hədəfinə çevrilib. Məsələn, hakimiyyət tərəfdarları təhsillə bağlı tənqidi buraxılışların şərh bölümündə Daxili İşlər Nazirliyinin fəaliyyətini, təbiblə bağlı Ekologiya Nazirliyinin fəaliyyətini təqdir edib. Bir sözlə aləmi bir-birinə qatırlar. Dəfələrlə bir şəxs eyni cümləni müxtəlif kanallarda fərqli mövzuların şərh bölməsinə yazıb. Hətta onlardan bəziləri bizim redaksiyamıza məxfi qaydada yazıb xahiş edirlər ki, bizə işdən tapşırıblar, sizin kanala şərh yazaq. Yəni trollar yazırlar. Amma siz də bəzən gecə saatlarında buraxılışlar edirsiniz. Uşaqlı ailə iş bunu çatdıra bilmirik və xahiş edirlər trollar ki, biz buraxılışlarımızı gündüz saatlarına keçirək. İndi vəziyyət o yerə gəlib çatıb ki, hökumət öz məmurlarını da trolluğa cəlb edib. Səbəb isə trolların yazdığı şərhlərin məzmunsuzluğu və gülüş obyektinə çevrilməsidir. Bəzən iri məmurlar da məcbur olub özləri qız adları ilə profil yaradıb trolların fəaliyyətinə nəzarət edirlər. Hətta Prezidentin 3 köməkçisinin Sevda Nuriyeva, Gülşən Ələskərova və Zəminə Hacıyeva adları ilə sosial şəbəkələrdə trolların fəaliyyətinə göz yetirdiyi, bəzən də özlərinin şərh yazdığı faktları bizə məlumdur. Görünür, bəlkə də onlara da troll pullarından məvacib ayrılır. Hər halda onlar da bu işdə əziyyət çəkirlər. Əvvəlki buraxılışlarımızda da qeyd etdiyim kimi, hakimiyyət troll dəstələrinin saxlanılması üçün böyük vəsaitlər xərcləyir. Bəzi vəsaitlər dövlət büdcəsi hesabına, bəzi vəsaitlər isə SOCAR və Paşa Holdingin büdcəsindən ödənilir. Ümumən isə bütün hallarda bunlar millətin cibindən və boğazından kəsilən pullardır. Bəyəm Paşa Holding ciddi bizneslə məşğuldur ki, ailənin biznes imkanlarını yeşətmək üçün bütün Azərbaycanlıların biznes potensialını boğmaqdan başqa nə iş görürlər ki?